Qusar Peşə Liseyində açıq qapı günü keçirilib. Tədbirdə liseyin müəllim və təlim ustaları, şagirdlər, eləcə də rayonun ümumi təhsil məktəblərinin 9 və 11-ci sinif şagirdləri, həmçinin rəsmi qurumların və Qusar rayon icra hakimiyyətinin əməkdaşları iştirak ediblər. Qusar Peşə Liseyinin direktoru Xatirə Nağıbayeva qeyd edib ki, liseydə hazırda 7 ixtisas üzrə təhsil verilir. Bunlara sığorta işçisi, aşpaz, bərbər, vizajist, manikürçü, turizm təşkilatçısı, avtomobil mexaniki, elektrik montöru və kompüter ustası ixtisasları daxildir. Onun sözlərinə görə qarşıdakı tədris ilindən liseydə dayə ixtisası üzrə də qəbul aparılması nəzərdə tutulur. İnsanlar arasında o köhnədən yaranmış o stereotiplər ki, hansı ki, peşə təhsili zəiflər üçündür, peşə təhsili problemli uşaqlar, məsələn, ailədə problemli imkansız olan ailələrin uşaqları deyil. Yox, heç də elə deyil. Peşə seçimi, peşə təhsili əslində zəiflərin deyil, iradəsi ilə, bacarıqları ilə uğur qazanmaq istəyənlərin yoludur. İştirakçılar liseyin şagirdlərinin hazırladıkları əl işləri və sərgilərlə də tanış olublar. Avtomobil mexanikası, elektrik montyorluğu, kompüter ustalığı və bərbər vizajist ixtisasları üzrə tələbələrin praktik bacarıqları nümayiş etdirilib. Aşpaz ixtisası üzrə təhsil alan tələbələr isə hazırladıkları milli yeməklər, şirniyyatlar və içkilərlə böyük maraq doğurublar. Tədbir zamanı qonaqların hazırlanan kokteyllərin dadına baxması da baş tutub. Tədbirdə qeyd olunub ki, turizm və xidmət sahəsində kadr ehtiyacı böyükdür və bu ixtisaslar üzrə məzunlar bölgədə rahatlıqla iş tapa bilirlər. Aşpaz qrupunun tələbəsi Rasim Dəmirov isə peşə təhsilinin əhəmiyyətindən danışaraq gəncləri bu sahəyə maraq göstərməyə çağırıb. Bizim Quba-Xaçmaz regionumuzda turizm zonası olduğundan aşpazlıq ixtisasının tələbatı daha yüksəkdir və aşpazlıq ixtisası təkcə yemək pişirmək deyil. Aşpazlıq ixtisası həm də ki, düzgün istehsalatı nəzarəti bacarmalıdır. Yəni buranı düzdür, bitirən gənclər qida sahəsində işləyə bilər, amma digər zavodlarda da qida təhlükəsizliyi üzrə bir qida mütəxəssisi ola bilər. Qusar Peşə Liseyində keçirilən açıq qapı günü gənclərin peşə seçiminə marağını artırmaqla yanaşı, əmək bazarının tələblərinə uyğun ixtisas seçiminin vacibliyini bir daha önə çıxarıb. Aytəkin Alxaslı, İntiqam İbrahimov, Bizim Media, Şimal Bürosu.